Uşaqlar, bu videoda deməli Kirnizov ətrafında hərəkət saat qurşaqları ilə bağlı testin izahı ilə sizin qarşınızdayıq. İndi isə keçək izahlara baxaq. Bu testlərin izahına baxaq. Deyir ki, vaxt fərqi 5 saat 20 dəqiqə olan A və B məntəqələri arasında məsafə bu miqyaslı xəritədə nə qədərdir? Vaxt fərqi 5 saat 20 dəqiqədir. Yəni A buradadır, B buradadır. İkisi də ekvator üzərindədir. Bunlar arasında 5 saat 20 dəqiqə var. Gəlin hələ görək bu 5 saat 20 dəqiqə neçə dərəcəlik belə deyib bir fərq edir. Deməli 1 saatımız 15 dərəcədir. Yer kürəsində 1 saat 15 dərəcədir. Daha doğrusu bunu daha dəqiq yazsaq belə. Deməli 1 saat olacaq 15 dərəcə. İndi 5 saatımız nə qədər olacaq? 5 5-in 25, 5 1-in 5, 75 dərəcə. Bir də burada 20 dəqiqə var. İndi 20 dəqiqəni də neçəyə böləcəyik? 4-ə böləcəyik. Niyə görə? Çünki bizim 1 dərəcəmiz 4 dəqiqədirsə, 20 dəqiqəmiz neçə dərəcə olacaq? 5 dərəcə. Deməli bu oldu nə qədər? 75-in üstə də 5-i gələcək. Ümumilikdə nə qədər eləyəcək? Eləyəcək 80 dərəcə. Bunu belə də tapa bilərsən. Ya da bunu dəqiqəyə çevirib, bax 5 saatı dəqiqəyə çevirsən eləyəcək 300 dəqiqə. Üstünə 20-ni gələcəksən 320 dəqiqə eləyəcək. Bunu dəqiqəyə çevirsən 320 dəqiqəni yazandan sonra, tapandan sonra 320 dəqiqəni. Onu da bölürsən 4 dəqiqəyə. Çünki dərəcəni tapmaq istəyirsən də. Yəni 1 dərəcəmiz 4 dəqiqədirsə, bəs 320 dəqiqəmiz nə qədərdir? Bax belə də yaza bilərsiniz. Yəni hansını istəsiniz bu metodlardan istifadə edib saatı dərəcəyə çevirə bilirsiniz. Bu da eləyir 80 dərəcə. Yəni A ilə B-nin arasında məsafə 80 dərəcədir. Və yaxud kilometr nə qədərdir? Yəni nə qədər kilometrdir bunlar arasında? Nəyin üzərindədir? Baxırıq ekvator üzərindədirsə 111-ə vururıq. Vurulsun 80 dərəcə. O da eləyir 8880 kilometr. 8880 kilometrlik bir məsafədir. 8880 kilometr A ilə B-nin arasında məsafədir. Tapdıq. İndi deyir bu miqyasda xəritədə neçə santimetr olacaq? Gəl miqyası biz izaha çevirək. 1 santimetrdə olacaq 5 0 silsək qalacaq 400 kilometr. 400 kilometr. Və yaxşı 8880 kilometrdə nə qədər olacaq? Tənasüb qururuq da. Bu da olacaq x. Bunu buna vuranda, bunu buna böləndə deməli olacaq 20 deməli 2,2 santimetr. Yəni 8880-i 400-ə bölürsən bu bir sözlə. 80-i bölürsən 400-ə və tapırsan 22,2 santimetr. Cavab D variantı. Növbəti test tapşırığına baxaq. Deyir ki, 4-cü saat qurşağı və 20-ci saat qurşağının sərhədlərini təyin edin. Sərhədlərini. Biz dedik ki, saat qurşaqları bir mərkəzdən keçən orta meridianı var. Bir də bunların sərhəddi var. Bu məsələn şərq sərhəddir, bu qərb sərhəddir. Bunları bilməliyik. İndi 4-cü saat, 4-cü saatın orta meridianı tapanda dedik həmişə saat qurşağını 15-ə vururuq. Bax məsələn 4-cü saat qurşağını vurduq şərq yarımkürəsində olanda. Vururuq 4-ü vururuq 15-ə. Edir nə qədər? 60 dərəcə. Deməli bunun 60 dərəcə orta meridianıdır. Biz də dedik ki, 1 saat qurşağı arasında 15 dərəcəlik məsafə olur. 7,5-i bu tərəfə düşür orta meridiandan, qərbdə 7,5-i bu tərəfə düşür şərqə. İndi bunları da müvafiq olaraq çıxanda və toplayanda burada olur 4-cü saat qurşağının 67,5, burada olur 52,5. Deməli bu oldu 4-cü saat qurşağının qərb və şərq sərhəddi. İndi baxın görürsüz burada məsələn bu variant doğru deyil. Bax bu variant doğrudur, bu variant doğru deyil. Bu variant doğru deyil, bu variant doğru deyil. İndi bax görürsüz 52,5. İndi gəlin 20-ci saat qurşağı. Bəs qərb yarımkürəsində, yəni 20-ci saat qurşağı yadınızda saxlayın.
birinci saat qurşağından, yəni 0-cı saat qurşağından, 1-ci saat qurşağından 12-ci saat qurşağına qədər olan bütün belə deyək də saat qurşaqları şərq yarımkürəsindədir. 12-dən 24-ə qədər olan isə qərbdədir. Bu 20 də qərb yarımkürəsində yerləşən saat qurşağıdır. Onda nə edirik? Birinci onun orta meridianı tapmaq üçün 24-dən çıxırıq 20-ni, eləyir 4. 4-ü də vururuq 15-ə, eləyir 60. Bunda da 60 eləyir. Ancaq burada 60 şərq 60-ı deyil, qərb 60-ıdır. Yəni qərb yarımkürəsində yerləşən 60-dır. Bunun da müvafiq olaraq sərhədləri yenə 7,5-dən şərqə və qərb istiqamətinə çıxıb toplayanda 52,5 qərb, 67,5 qərb. Bax bu ardıcıllıqla nə olacaq? Bunların sərhədlərini təyin edəcəyik. Bir də deyirəm uşaqlar, diqqətli olun. Şərq yarımkürəsində deməli 15-ə vurursan saat qurşağın, onlar 7,5 bir dəfə üstünə gəlsin, bir dəfə çıxırsan, bu olur meridian, belə deyək də sərhədləri. Qərb yarımkürəsində yerləşən hər hansı bir saat qurşağı, yəni 12-dən çox 13-cü, 14-cü, 15-ci, 16-cı, 17-ci, 18-ci, 20-ci, 21, 23 və s. Bunlarda isə 24-dən birinci o 20-ci saat qurşağı çıxırsan, ondan vurursan 15-ə, ortanı tapıb üstə gəlib çıxırsan və qərb edirsən. Çünki artıq qərb yarımkürəsində yerləşir axı bu saat qurşağı. 52,5 qərb, 67,5 qərb uzunluğu edir. Sonra növbəti test tapşırığına keçid edək. Burada nə deyir? Deyir ki, 40 şimal enliyi və 80 şərq uzunluğunda yerləşən məntəqə ilə Bakı şəhəri arasında fərqli əlaməti müəyyən edin. Əlamətləri. Bax, Bakı hardadır? Birinci bunu biz bilməliyik. Bakı 50 dərəcə şərqdədir. 40 dərəcə deməli şimaldadır. İndi bu deyir 40 şimal, 80 şərq. Baba buradadır. Bu 80 şərq də buradadır. Şərq uzunluğu. İndi ekvatorla olan məsafə. Ekvatorla bunların belə deyək də məsafəsi eynidir. Niyə? Çünki ikisi də 40 şimal enliyində yerləşir. Bu doğrudur, eyni olan xüsusiyyətdir. Yəni bizə fərqli xüsusiyyətləri deyir tapın. İkincisi, Greenwich meridianında olan məsafə. Greenwich meridianı bəli, Greenwich bilirsiniz də başlanğıc 0 meridianıdır. Buna məsələn bu 50 dərəcəlik məsafədə yerləşir, bu 80. Yəni fərqlidir. Bunu bəli götürə bilirik. Bunu götürə bilirik. Sonra qurşaq vaxtları. Qurşaq vaxtları deməli bəli bu da fərqlidir. Yəni fərqli bir xüsusiyyətdir qurşaq vaxtı da. Bu da doğrudur. Elə cavab B variantı olacaq. Cənub tropikinə olan bu məsafə eynidir. Çünki 40 şimal enliyində, çünki enli istiqamətindədir. Şimal qütbünə olan məsafə də eynidir. Çünki eyni bir paralelin üzərindədir. Yadınızda saxlayın. Yuxarı aşağı eyni məsafə olur. Yəni qütblərə doğru 23,5-lərə və s. Bu da düzgün cavab variantımız olacaq. E variantı. Sonra növbəti sual. Yer kürəsi 45 dərəcə fırlanması üçün nə qədər vaxt lazımdır? Biz bilirik ki, 1 saata yer 15 dərəcə dönür. İndi 45 dərəcə dönməsi üçün neçə saat lazımdır? X 45-i 15-ə böləndə deməli olacaq 3 saat, düzdür? 3-ü də vuranda dəqiqə ilə deyirdi. Neçə dəqiqə vuranda 60-a 180 dəqiqə. Cavab B variantı. Yəni tənasübə əsasən belə tapırıq. Yəni 1 saata 15 dərəcə dönürsə 45 dərəcəyə neçə saat dönər? Bunu da tapdıq ki, 3 saat, 3-ü də vurduq neçəyə? 60-a, yəni 1 saatın dəqiqəsinə. Ondan sonra 180 dəqiqə. Cavab B variantı. Bakı şəhərində deyir saat 18:00 olarsa. Bax bu tipli məsələlərdə həmişə biz birinci burada verilən koordinatları yerinə qoyaq. Məsələn, bu Bakı şəhəri 50 dərəcə şərq uzunluğudur. 40 şimal enliyidir. Və burada saat 18:00-dur. 18:00. Düzdür. İndi 75 dərəcə qərbdə yerləşən, yəni qərb bilirsiniz də bu istiqamətdə 75 dərəcə qərbdə yerləşən məntəqəndə yerli vaxtı tapın.
Və 75 dərəcə qərbdə yerləşən məntəqədə tapmaq üçün 50 dərəcədən 75 dərəcəlik məsafədə olan ərazi ilə o da təqribən düşür 15 dərəcə qərbədə. Bunun arasında zaman fərqini tapmalıyıq. Bunu da necə tapırıq? Biz deyirik ki, 1 saatımıza 15 dərəcəlik məsafə düşürsə və yaxşı 75 dərəcəmizə nə qədər düşür? X. 75-i 15-ə bölürsən, qalır nə qədər? 5 saat. İndi burada 18:00-dur və özü də qərbdə yerləşir. Bu Bakıdan qərbdə yerləşirsə, həmişə bunu çıx. Əgər Bakıdan şərqdə yerləşsəydi, üstünə gələcəkdin. Bu 18:00-dan çıxırsan nə qədər? 5 saatı. Eləyir 13:00. Cavab B variantı. Növbəti test tapşırığına baxaq. 12-ci saat qurşağın orta meridianından 25 dərəcə qərbdə yerləşən məntəqədə. 12-ci saat qurşağı orta meridianı tapanda vururuq bunu 15-ə, eləyir nə qədər? 180 dərəcə. 180 dərəcə. Düzdür? 180 dərəcə qeyd elədik. İndi bu meridiandan, yəni 180 dərəcədən 25 dərəcə qərbə. Yadınızda saxlayın, qərb istiqamətdə həmişə şərq yarımkürəsindən gedir. 180-dən qərbə, şərqə. Şərqi istiqamətdə getsə 180-dən daha doğrusu qərb yarımkürəsində olur. 180 dərəcədən qərbi istiqamətdə getsə şərq yarımkürəsinə getmiş olarıq. İndi 180 dərəcədən qərbə 25 dərəcə ilə eləyir 100, daha doğrusu 55 dərəcə. 155 dərəcə şərq uzunluğudur. Bununla deyir burada 155 dərəcədə 15:00-dur. Bakıda nə qədər olacaq? Bakıda 50 dərəcədir, bilirsiniz. 50 dərəcədir. Bununla bunun arasında məsafəni tapaq. Yəni belə deyək, saat fərqini tapaq. 155-dən 50 çıxanda qalır nə qədər? Qalır deməli 105 dərəcə. 105 dərəcəlik məsafə görək neçə saata bərabərdir. İndi bizim 1 dərəcəmiz, daha doğrusu 1 saatımız 15 dərəcədirsə, bəs 105 dərəcəmiz neçə saat olacaq ki, nə tənasüb qururuq? 105-i 15-ə böləndə eləyəcək 7 saat fərq var. Bu 155 şərq uzunluğu ilə 50 şərq uzunluğu arasında 7 saat vaxt fərqi var. İndi bu 155-də 15:00-dursa, İndi bu Bakıda bundan qərbdədir. Axı qərbdə yerləşdiyindən nə edəcəksən? 15:00-dan çıxartsan 7 saatı. Eləyəcək 8:00. Cavab D variantı. Bu tipli məsələlərdə diqqətli olun. Sonra növbəti sual. Bakıda, yenə Bakı 50 şərq uzunluğu, bunları əzbər bilmək lazımdır. 40 şimal eni, 28 yanvar 5:30-dur. Bax burada 5:30-dur. 28-də yanvardır. İndi deyir 120 dərəcə qərbdə yerləşən, 50-dən 120 dərəcə qərbdə yerləşən eləyir, deməli gəlib çıxır 120 dərəcə qərbdə yerləşən deyir də 70 dərəcə qərb uzunluğuda, düzdür? Bura gəlib çıxır. Yəni bunu bildik. İndi bununla bunun arasında deyir burada saat neçə olacaq? Gəl ilk bunlar arasında fərqi tapaq. Yenə 1 saatımızda 15 dərəcəlik fərq yaranırdısa, bəs 120 dərəcəmizdə neçə saatlıq fərq yaranacaq? 120-ni 15-ə böləndə 8-5-i 48 saat. Deməli bununla bunun arasında 8 saatlıq fərq var. Yəni Bakı şəhəri ilə bu 70 qərb arasında 8 saat. İndi burada Bakıda 5:30-dursa, deməli burada saat neçə olacaq? Yenə bundan qərbdə yerləşdiyinə görə çıxırsan. 8 saatdan 5:30-un deməli çıxdın. Bu yəni buradan bura 5:30 buradan çıxdın geriyə gedəndə. Qaldı orada deməli 2 saat 30 dəqiqə. İndi bu 24-dən də 2 saat çıxanda 22, 22-dən də 30 çıxanda 21:30 olacaq burada. Deməli burada saat 21:30 olacaq. Ancaq hansı gün olacaq? Əsas budur. Bu 27 yanvar olacaq. Çünki bu bir gün əvvələ keçir. 5 saat, yəni saat 00-da başlamır. Bu 00-dan da keçir. Yəni
00-dan əvvələ keçir, əvvəlki günə keçir saat, belə deyək, istiqaməti və saatı və ona görə həmin ərazidə, yəni 70 qərb uzunluğunda 27 yanvar 21:30 olacaq. Cavab C variantı düzgün variantımız hesab ediləcək. Sonra növbəti test tapşırığına baxaq. A, B məntəqələri arasında yerli vaxt fərqini tapın. Yerli vaxt fərqi deyəndə yadınızda saxlayın uşaqlar. A harda yerləşir? 20 dərəcədə. 20 ilə 50-nin, B 50-də 50-nin fərqini tapıb hesablayacaqsan. Qurşaq vaxtı isə A-nın hansı qurşaqda yerləşdiyinin orta meridianını tapıb, B-nin də hansı qurşaqda yerləşdiyinin orta meridianını tapıb çıxacaqsınız. Bunlarda diqqətli olun. Burada yerli vaxt deyirsə A hardadırsa o dərəcə ilə hesablayacaqsan. 20 qərb 50 şərq 70 dərəcə. 70 dərəcədə neçə saat fərq edir? 15-ə böləndə 5 yox 4 5-in 60 deməli 4 saat 40 dəqiqə. 10 dərəcəni də vururuq 4-ə, eləyir 40 dəqiqə. 1 dərəcəmiz axı belə deyək 4 dəqiqədir. Eləyəcək 4 saat 40 dəqiqə. Cavab C variantı. Sonra ekvator üzərində 60 şərq uzunluğunda yerləşən A şəhəri. Ekvatoru çəkirəm burada. Deməli 60 şərq uzunluğunda yerləşən A şəhəridir. Burada yerli vaxtla 1 saat 13:00-dur. 13:00. Həmin şəhərdən bu qədər şərqdə, yəni 6660 kilometr şərq deyirsə, ekvator üzərində 111-dir. 6660-ı bölürsən 111-ə, düzdür? Eləyir 60 dərəcə. Düzdürmü? 60 dərəcə. İndi 60 şərq uzunluğundan 60 dərəcə şərqə getsin, nə olur? Hara gəlib çatacaqsan? 120 dərəcə şərq uzunluğuna. İndi deyir, burada saat neçə olar? İndi diqqətlə qulaq asın burada. Burada indi bunu tapmalıyıq da, bizə bunu deyir. Burada saat neçədir? İndi bunlar arasında 60 dərəcə fərq var. Bəs gəlin görək bu 60 dərəcəlik fərq neçə saata bərabərdir? 60-ı 15-ə böləndə 4 saata bərabərdir. İndi A-dan bu 120 şərqdə də qabağa da toplayacaqsan. 13:00-nun üstə 4 saat gələndə eləyəcək 17:00. Cavab C variantı hesab ediləcək. Sxemə əsasən el məntəqəsinin coğrafik uzunluğunu tapın. Saata əsasən bunun uzunluğunu tapacağıq. Birinci bunlar arasında saat fərqini tapaq. 19:56-dan çıxacağıq 18:44-ü. Deməli, burada qalacaq 2, 1, 1. 1 saat 12 dəqiqə. Bunu dərəcəyə çevirəndə 1 saatımız 15 dərəcə edir. 12 dəqiqəmiz də 3 dərəcə edir. 18 dərəcə edir ümumiyyətlə. Çünki 12-ni də 4-ə böləcək axı. Olacaq 3 dərəcə. İndi 18 dərəcə deməli burada qaldı. İndi buradan deyir, bura 22 şərq uzunluğudursa 18 dərəcə şərq hara olacaq? Olacaq təbii ki 40 şərq uzunluğu. Yəni 22-nin üstə 18 gələcəksən. Çünki bu şərqdə də toplayacaqsan. Eləyəcək 40 şərq uzunluğu. Yəni bu tipdə məsələlərdə diqqətlə buna yanaşmaq lazımdır. Bakı ilə 110 qərb uzunluğunda yerləşən Mexiko şəhərində saat fərqini tapın. İndi baxın, Bakı 50 şərqdir. Bax, Bakı 50 deməli, Bakı 50 şərqdir. Mexiko isə 110 qərbdir. Bunlar müxtəlif yarımkürədədir. Bunları biz nə edəcəyik? Toplayacağıq. 160 dərəcə eləyəcəm. 160 dərəcə. İndicə görə bu 160 dərəcə neçə dəqiqəni ifadə edir? Bu 160 dərəcəni təbii ki biz bölsək 15-ə eləyəcək 10 saat 40 dəqiqə. Yəni burada 150 eləyir. Burada 10 dərəcə belə deyil. Qalır 10 dərəcəmiz də 40 dəqiqəyə bərabərdir. Bilirsən 1 dərəcəmiz 4 dəqiqədir. Elədi nə qədər? 10 saat 40 dəqiqə. Cavab Y variantı. Çox sadədir. Sadəcə diqqətli olmaq lazımdır. Sonra 120 qərb uzunluğunun yerləşdiyi saat qurşağını tapın. Görürsünüz bu qərbdə yerləşir. Birinci normal qaydada bunu 15-ə bölürük. 15-ə böləndə nə qədər eləyir? Deməli 8 dəfə 8 5-in 40 120. Qalıq 8 oldu. 7,5-dən böyükdürsə dedik, onun üstə 1 gəlirsən, eləyir 9-cu saat qurşaq. Bura qədər hər şey normal. Ancaq qərbdə yerləşdiyi üçün sonda 24-dən 9-u çıxacağıq.
Bunu yadınızda saxlayın. Qərb yarımkürəsində hesablayanda saat qurşaqların bunu hökmən 24-dən çıx həmin aldığın o saat qurşağın cəmiyyətin. 24-dən də 9 çıxanda qalır 15-ci saat qurşağı. Sonra sxemdə yerli vaxtı daha çox olan, bir-birindən daha uzaqda olan məntəqələr, belə deyək, meridianal istiqamətdə, paralel istiqamətdə. Bunlar məsələn, bax görürsüz, meridianın bu bir A-la F-yə baxan ən uzaq məsafədə yerləşir. Yəni dərəcə fərqi də çoxdur. Ona görə burada düzgün cavab variantımız C-dir. Bunlar arasında vaxt fərqi də çox olacaq. 5-ci saat qurşağının sərhədləri. 5-ci saat qurşağının sərhədini tapanda 5-i vurursan 15-ə, elədi 75 dərəcə. 75-in üstə bir dəfə 7.5 gəl, bir dəfə də 7.5 çıx. Bayaqki qayda ilə. O da eləyəcək nə qədər? O da eləyəcək 82.5, 67.5 şərq uzunluğu. Cavab elə A variantı. Bir-birindən 3885 kilometr məsafədə yerləşən A-B-nin arasında neçə dəqiqə var? Bu yenə görürsüz, burada ekvator üzərində verib bu məsafə. Bu məsafə deməli ekvator üzərində verilib. Ona görə 3885-i böləcəm 111-ə 3 dəfə 5555, onu da 5-ə böləndə, yəni 111-ə böləndə eləyir 5 dəfə. 35 dərəcə. Yaxşı, 35 dərəcə nə qədər dəqiqə olacaq? Bunu tapaq. Bunu bilmirik. 1 dərəcəmiz də 4-dür. 4 5-in 20, 4 üçün 12, o da 20, 140 dəqiqə. Cavab A variantı. Bakıdan deyir 270 azimutda yerləşən məntəqədə 18:00-dur. Həmin vaxt Bakıda bu qədərdir. Məntəqənin yerləşdiyi saat qurşağını tap. Bu deməli Bakıdan qərbdədir. 270 qərb azimutdur. Burada 22:10-da, yəni daha doğrusu 22:40-dır. Bu qeyd etdiyimiz, bu bilmədiyimiz hansı yenilikdə yerləşdiyi bilmədiyimizdə isə 18:20-dir. Gəl bunlar arasında saat fərqlərini tapaq. Görək neçə saat fərqləri var bunların. 18:20. Deməli buradan 20-dən 40-dan 20 20, 18-dən 22-dən 18 çıxanda 4. 4 saat 20 dəqiqə. İndi bunu dərəcəyə çevirsək, 4 saatımız 60 dərəcə eləyir. 20 dəqiqəmiz də 5 dərəcə eləyir, 65 dərəcə. 20-ni böldük 4-ə də, yəni 65 dərəcə. 65 dərəcə elədi. İndi bu Bakı şəhəri 50 şərqdirsə, 65 dərəcə deməli qərbə getsən, gəlib çıxacaqsan 15 dərəcə qərb. İndi 15 dərəcə qərbdə deməli qərbdə yerləşdiyi üçün 24-də 15-i böləcəksən 15-ə eləyəcək 1-ci saat. 24-dən də 1-i çıxanda qalacaq 23-cü saat qurşağı. Və sonuncu suala baxaq. Bakıda deyir ki, 6 iyunda saat 15:30-dur. Onda 180 azimutda 1554 kilometr məsafədə yerləşən Əd-Damman şəhərindədir. Tarix və saat neçədir? Yadınızda saxlayın ki, 180 azimut deyəndə, yəni 180 azimut deyəndə meridianal istiqamətdə deyir. Meridianal istiqamətdə yerləşən A və yaxud da ki B məntəqələrində əgər burada 15:38-dirsə, 6 iyundursa, burada da 15:38. Çünki meridianal istiqamətdədir. Bunların eyni vaxtı eynidir. Yəni yerli vaxtları eynidir. Çünki eyni meridian üzərində yerləşir bu ərazilər. Ona görə burada da avtomatik olaraq 6 iyun 15:38 olacaq. Cavab Y variantı.